İnşallah bizim müəllimimiz, şeyximiz Osman müəllim buradadır. Allah onu qorusun, Allah ona bərəkət versin. İnşallah sözü verirəm ona. Buyur müəllim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Alemlerin Rabbi olan Allah'a həmd olsun. Həmd olsun o Allah'a ki insanları yarattı ve onlara öz dəlillərindən olan ailə qurmağı, evlənməyi verdi. Rəhməti və mərhəməti olaraq evliliyi, onların arasında mərhəmət və sevgi olsun deyə evliliyi qoydu. Və həmçinin onlar üçün sakinlik tapsınlar deyə evlər etdi. Qəlblərə məhəbbət qoydu və rəhmət qoydu. Və şəhadət edirəm ki, Allahdan başqa ibadət olunmağa haqqı olan bir məbud yoxdur. Təkdir və heç bir şəriki yoxdur. Muhammed sallallahu aleyhi və səlləm onun quludur, elçisi və rəsuludur. Qardaşlarım, ilk öncə hər iki ailəni bu evlilik münasibəti ilə təbrik edirəm. Zaur qardaşımı və həmçinin bacımı bu evliliklərin xeyr üzərində olmasını, Allah Azze ve Celle'nin onları həm dünyada xeyirli, gözəl, itaət və ibadət üzərində həyat verməsini və həmçinin ahirətdə də xoşbəxt etməsini istəyirəm. Qardaşlarım, insanların istər evlilikdə olsun, istər həyatlarında, yaşamlarında axtardıqları xoşbəxtçilik var. Hamı xoşbəxt olmaq istəyir, xoşbəxtçiliyi axtarır. Quran-ı Kerimdə qardaşlarım, xoşbəxtçilik sözü, xoşbəxt olanlar sadəcə bir yerdə keçib. Bütün bütövlükdə, əgər sən Quran-ı Kerimi oxusun, görərsən ki, xoşbəxt olanlar yalnız bir yerdə keçib. Allah Azze ve Celle buyurur ki, وَأَمَّا الَّذ۪ينَ سُعِدُوا فَفِي الْجَنَّةِ Xoşbəxt olanlar, onlar yalnız cənnətə düşənlər, cənnətdə olanlar, cənnətə gedənlərdir. Onun üçün, qardaşlarım, xoşbəxtçiliyin ünvanı var. Xoşbəxtçiliyin ünvanı var. Mənzilə gedib çatmaq üçün, doğru, düzgün yolda olmaq üçün, ünvana yetişmək üçün və xoşbəxtlərdən olmaq üçün yolu düz tutmaq lazımdır. Ünvanı doğru bilmək lazımdır və doğru yolda olmaq lazımdır. Onun üçün, qardaşlarım, xoşbəxtçiliyin yolu istər dünya həyatında, istər evlilikdə, istərsə də insanın həyatının hansı hissəsi olursa olsun, Allah Azze ve Celle itaətlər və ibadətlərdən keçir. Sonra isə, qardaşlarım, xüsusən bu məclisimizə görə danışmaq istədiyimiz məsələ, toxunmaq istədiyimiz şey evlilikdə xoşbəxtçilikdir. İnsan necə edə bilər ki, hansı hallar üzərində olmalıdır ki, xoşbəxt olsun. Həm xoşbəxtçilik ona gəlsin, həm də o xoşbəxtçiliyə getsin. Hər ikisi bir-birinin qarşılığında olsun, əl çatanında olsun. Allah Azze ve Celle qardaşlarım, evliliyi, ailə qurmağı, evlənməyi öz dəlillərindən və ayəsindən etdiyini deyir, bizə xəbər verir. Rum surəsinin 21-ci ayəsində Allah Azze ve Celle bizə özümüzdən, öz cinsimizdən, öz növümüzdən evlənmək üçün, ailə qurmaq üçün, qəlblərin rahatlığı üçün, sevginin, məhəbbətin və mərhəmətin olması üçün öz cinsimizdən birilərini bizim evlənmək üçün yaratdığını bizə xəbər verir. Onun üçün, qardaşlarım, evlilik sadəcə bir nikah, əqd deyil, sadə bir hal deyil. Əksinə, Allahın yer üzərində olan ayələrindəndir. وَمِنْ آيَاتِهِ deyir Allah Azze ve Celle. Onun ayələrindən, dəlillərindəndir. Sənə icazə verir. Və həmçinin, qardaşlarım, Allah Azze ve Celle Quran-ı Kerimdə heç bir əhdi, heç bir əhd peymanı şiddətli, qəliz, möhkəm adlandırmayıb evlilikdən başqa. وَأَخَذْنَا مِنْكُمْ مِيثَاقًا غَلِيظًا Qəliz əhd peyman adlandırır bu evliliyi. Başqa bir dünyavi hal yoxdur ki, Allah Azze ve Celle ona
möhkəm olan, şiddətli olan, qəliz olan əhd peyman adı versin. Onun üçün qardaşlarım, bu bağlanılan nicah, bu əhd peyman bütövlükdə insanın həyatı boyunca ibadət üzərində olmasıdır. Evlilik ibadəti üzərində olmasıdır. Bu məsuliyyətdir qardaşlarım. Bu əmanətdir Allahın qarşılığında, Allahın qarşısında əhd verirsən, peyman bağlayırsan. Bu əhdə vəfalı olmaq, sadiq olmaq Allahın qarşısında üzərə düşən insanın vaciblərdəndir. Evlilikdə xoşbəxtçiliyin yollarından, ünvanlarından, ən başlıcalarından biri də qardaşlarım, kişinin salih qadın seçərək evlənməsi, qadının da salih kişiyə ərə getməsidir. Çünki Muhammed sallallahu aleyhi və səlləm hədisdə deyir ki, sizə dinindən və əxlaqından razı qaldıqlarınız gəldiyi zaman onları evləndirin. İki şey əmr edir qardaşlarım. Bir dini olacaq, bir əxlaqı olacaq. Qardaşlarım, din, insanın dini onu evində, qəzəbanında qoruyacaq. Din qoruyacaq onu yoldaşına, həyat yoldaşına qəzəbləndiyində, istərsə də qadın ərinə qəzəbləndiyində, uşaqlarına qəzəbləndiyində qoruyacaq. Əxlaq da qardaşlarım, ixtilaf vaxtı onları qoruyacaq, ailələrini, əxlaqlı olacaq. Onun üçün Allah Rasulü iki şeylə gələnə deyir, ərə get. İki şey olana qızı ver. Dini olana və həmçinin əxlaqlı olana. Din qoruyacaq pisliklərdən, əxlaq qoruyacaq ədəbin pisindən, davranışın pisindən, sözlərin pis danışılmasından ən üstündən yönəldəcək səni. Və həmçinin qardaşlarım, xoşbəxtçiliyin əlamətlərindən evlilikdə kişinin qadınla, qadının da öz əri ilə gözəl davranışıdır. Allah Azza və Cəllə bizə əmr edir, وَعَاشِرُوحُنَّ بِالْمَعْرُوفِ Qadınlarla gözəl davranın. Bazarlardan almış olduğunuz kölələr deyil. Allahın sənə əmanətidir. Atasının və anasının göz bəbəyi kimi qoruduğu, evində küləkdən, istidən saxladığı, zərər görməsin deyə üzərində əsdiyi qızıdır. Allah sənə əmr eləyir, gözəl davranasan. Necə ki, səninlə gözəl davranılmağını istəyirsən. Necə ki, əgər evində qızın varsa, onunla necə davranılmasını istəyirsənsə, ən gözəl şəkildə də onunla davranasan. Çünki qardaşlarım, kişiliyin ölçüsü qadına güclü gəlmək, güc göstərmək, zor tətbiq etməklə olmur. Kişilik bununla ölçülmür. Kişiliyin ölçüsü səsin uca çıxmasıyla, insanın qışqırıb bağırmasıyla olmur. Qardaşlarım, insanın kişiliyi də, üstünlüyü də, üstün olması da ədəbi ilə bilinir, əxlaqı ilə ölçülür, dininin qədəri ilə, dininin boyu qədəri ilə ölçülür qardaşlarım. Dini ilə ölçülür. Evində, ailəsində necədirsə, həmin şeylə ölçülür insanın mərdliyi də, icidliyi də, çöldə kiminsə qolunu bükməkdə, dizini yerə vurmaqda. Bunda deyil insanın güclü olması, sənin evdə hansı bir halda olmağındır. Və həmçinin qardaşlarım, xoşbəxt ailənin halı, insanın mərhəmətli olması və sevgi ilə ailəsində davranmasıdır. İnsanın qardaşlarım, mərhəmətli olması bu evdə səbri gərəkdirəcək. Sən səbirli olmalısan, hər şeyə görə qəzəblənməməlisən. Evdə sənin mərhəmətli olmağın, bağışlamağı sənə gərəkdirəcək. Bağışlamağı bilməlisən, keçməyi bilməlisən. Və həmçinin qardaşlarım, əksər bir hallarda ən gözəl bir şəkildə davranmağı səndən istəyəcək. Və həmçinin qardaşlarım, ailə xoşbəxtçiliyi ən əsaslarından, öndə və başda gələnlərindən
təqvalı olmaqdır. Allahdan qorxmaqdır. Əgər qadın Allahdan qorxarsa evində, kişi Allahdan qorxarsa, Allah Azze ve Celle onları xoşbəxtlərdən edər. Allah Azze ve Celle bize buyurur, "Men amile salihan min zekerin ev unfe." Kişi ve kadınlardan kim salih emeller ederse, "Felenuhiyennehu hayaten tayyibe." Biz ona güzel, xoşbəxt, üstün hayat verəcəkdir Allah Azze ve Celle. Kişi ve kadın, kardeşlerim, evde təqvalı olacaqsa, günahlardan qaçacaqsa, xeyir işləri eləcəksə, salih əməlləri, Allah Azze ve Celle onlara hayaten tayyibə, gözəl həyat vəd edib. Bu vəd sadiqdir. Vədinə xilaf çıxanların sözü deyil. Sözünü tuta bilməyənlərin, sözünün arkasında dura bilməyənlərin, bir söz deyib başka bir şey edenlerin sözü değil kardeşlerim. Bu alemlerin Rabbi olan Allah'ın sözüdür. Bu sənə vəddir. Xoşbəxt olmaq istəyirsən, salih ol. Xoşbəxt qadın, xoşbəxt uşaq. İstəyirsən, salih ol, salih əməllər ilə günən. Həmçinin qardaşlarım, insanın ailəsində xoşbəxt olmasının səbəblərindən söhbət etməsi, məsələləri danışması, yoldaşı ilə bərabər, onları saxlayıb içinə atmaması. Sonra görürsən, uzun müddət keçdikdən sonra adam qaynadı, köhnə maşın da elə bilirsən, radiatör qızdırıb, qaynadır içində. Sən söhbət eləməlisən, danışmalısan. 3 ildən sonra deyir, yadıma gəlir, 3 il bundan qabaq belə demişdin. Vaxtında danış. Xarab maşın deyilsən sən, adamsan. Söhbət elə. İnsanlar anlaşa-anlaşa, danışa-danışa bir-birinə başa düşər. Və bu qardaşlarım sözlər, xüsusən də danışılan zaman gözəl seçilmiş sözlər insanın qəzəb ateşini söndürər, qəzəbini yatırar. Çünki xoşbəxt olmaq istəyən ailə, kişi və qadın bunları bilməli və etməlidir. Və həmçinin qardaşlarım, xoşbəxt ailənin hallarından, evdə olan halları, sirləri gizlətməsidir. Başqalarına danışmaması. Bu qardaşlarım sənin özəlindir, məhrəmindir. Səninlə qadın arasında, qadınla kişi arasında olan məsələdir. Nə kişi başqalarına danışmalıdır, nə qadın evin sirrini başqasına söyləməlidir. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, insanların ən şərlisi Allah qatında odur ki, gecə qadını ilə bir məsələsi olub, sabah çıxıb onu danışa, insanlara yaya və yaxud da qadın əri ilə olan söhbətini başqasını söyləyər. Qardaşlarım, kim evin sirrini qoruyarsa, Allah da o ailəni qoruyar. Evin sirrini qoruyan ailəni Allah dağılmaqdan, söz-söhbətdən, şərə, fitnəyə, pisliyə düşməkdən Allah qoruyar. Və həmçinin qardaşlarım, xoşbəxtçiliyin ailədə səbəblərindən biri də insanın hər iki tərəfin bir-birinə səhvləri keçməsidir. Səhvləri keçməsidir. Çünki qardaşlarım, elə bir ev yoxdur ki, orada xatalar olmasın, səhvlər olmasın, sözlər, söhbətlər olmasın. Əgər bir tərəf digərinə keçməzsə, bağışlayıb əff etməzsə, o ailə xoşbəxt olanlardan olmaz. O ailə çox getməz. Və həmçinin qardaşlarım, əlamətlərdən biri də xoşbəxtçiliyin ailədə tələsməmək, heç bir şeydə tələsməmək, qəzəbli anda qərar verməmək. Bu qardaşlarım evin qoruma yollarındandır. Və həmçinin evin işlərini tənzimləmək, bölmək, kimin üzərinə hansı haqlar düşür, kimin vəzifəsi nədir? Hər kəs öz işini bildiyi zaman qardaşlarım, ev gözəl olar. Və həmçinin qardaşlarım, evdə ər və arvad arasında olan problemlərin
en başında dinin zəifçiliyi durur. Din zəifdirsə evdə problem olacaq. İkinci qardaşlarım, haqların bilinməsinin cahilliyi. Qadın kişinin haqlarını bilmir. Kişi qadının haqlarını bilmir. Sonra deyir problem oldu. Bu haqlar qardaşlarım evdə atalar qızlarına öyrətməlidir. Analar qızlarına söyləməlidir bunları. Və həmçinin kişilər oğullarına, analar oğullarına öyrətməlidir. Kişinin qadın üzərində, qadının kişi üzərində olan haqlarını. Gələcəkdə problem olmasın deyə. Və həmçinin pis zənnə düşmək. Bu qardaşlarım ailədə problemlər yaradır. Və həmçinin kənar şəxslərin ailəyə müdaxilə eləməsi. Dayısının, xalasının, bibisinin nənəsi. Gəlin bunun ailəsinə söz soruşur, söz deyir. Bu da qardaşlarım evin sözünün kənara çıxması ilə olur. Kənar şəxslərin ailəyə müdaxiləsi ilə problemlər baş verir. Həmçinin qardaşlarım, əgər ailədə problem olarsa, həllərindən biri, yollarından biri ailənin ağsaqqallarına, bilənlərinə müraciət eləmək. Həmçinin qardaşlarım, bu gözəl, xoşbəxt ailənin səmərəsi böyük olur. Meyvəsi dadlı olur. Həmin ailədə gözəl uşaqlar yetişirlər. Gözəl nəsillər yetişirlər. Çünki qardaşlarım, evlilik hələ birinci toxumdur, tumdur. Sən əkirsən onu, bastırırsan. Sən onu nə ilə sulason, ona hansı dərmanları vursun, necə yetişməsini saxlason, o tumdan həmin ağac yetişəcək. Ya xoşbəxtçilik ağacı olacaq. Uşaqlar, gözəl əxlaqlı, gözəl söz danışan, doğru danışan, Allaha ibadət edənlər olacaq. Gözəl ağac, şəcərət tayyibi olacaq. Ya da sənin üçün, cəmiyyət üçün, millət üçün zəqqum ağacı olacaq. Zəhər tuluğu olacaq. Əxlaqsız, ədəbsiz, dinsiz, günahları edən, Rəbbinə asi olan, Allaha şükür etməyən, insanlara hörmət bilməyən biri yetişəcək. Evliliklə sən əkirsən, lakin nə ilə sulayacaqsan ağacı, ona fikir verməlisən. Ona mütləq şəkildə diqqət etməlisən. Ya gözəl ağac yetişəcək, ya da insanları zəhərləyəcək zəqqum olacaq. Və həmçinin qardaşlarım, kişi evə malından xərcləməlidir, qadınına hörmət etməlidir, kəramətli olmalıdır və əmanəti olmalıdır. Və həmçinin qardaşlarım, qadın ərinə itaat etməlidir, doğru şeylərdə təqdir etməlidir, qiymətini bilməlidir. Bilməlidir ki, bu kişidir, haqları var. Girəndə qarşılamalıdır, gedəndə ötürməlidir. Evinə girəndə gözünü sevindirəcək şeyləri görməlidir qadınından. Namazları vaxtında gəlib kişi görməlidir, qadın qılır. Gəlib görməlidir, uşaqları doğru düzgün ibadətindədir. Hədisləri əzbərləməsindədir, Quranı oxumasındadır. Kişinin qadın üzərindəki haqlarındandır. Həmçinin qardaşlarım, əxlaqda, ədəbdə kişi evdə arvadına da, uşaqlarına da nümunə olmalıdır. Xoşbəxt ailə istəyirsənsə, birinci özündən başlayacaqsan. Nümunə olmalısan. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, əkməlül müminə imanən. Möminlərin imanda ən kamili, əhsənuhum xuluqan. Əxlaqda ən üstün olanıdır, ən gözəl olanıdır. Qadın səndən öyrənəcək. Sən necəsənsə, sənin əsərindir. Evdə qadın sənin əsərindir. Və həmçinin insan kişi qadına, qadın kişiyə səbr etməlidir və əff etməlidir və bağışlamalıdır. Çünki qardaşlarım, evlər kamil olmur. Kamillik üzərində qurulmur. Belə ev istəyirsənsə, yoxdur içərdə, tapmayassan. Kamil qadın axtaran subay qalacaq. Kamil kişi axtaran subay qalacaq. Tapa bilmərsən. Lakin kamilləşdirməlisən. Səbirlə, bağışlamaqla, əff etməklə və bərabər Allahın dinində yürüməklə.
Və həmçinin qardaşlarım, müvəffəq olmaq istəyən ailələrə ən böyük tövsiyə, Zaur qardaşıma, digər evli qardaşlarıma və həmçinin evlənmək istəyənlərə dua etsinlər vallahi. Xoşbəxtçiliyin sirri duadır. Çünki səni xoşbəxt edə biləcək tək Rəbb Allah Azza və Cəllədir. Allahdır. Başqasından istəmə, başqasında axtarma, başqasına yönəlmə. Allah Azza və Cəllə səni xoşbəxt edə bilər. Və həmçinin qardaşlarım, ən sonda da insanın ən əzəmətli hədəfi qurduğu ailədən, yaşadığı evdən, içərisində olduğu, oturduğu, durduğu, yatdığı, yediyi və içdiyi, qadını ilə və uşaqları ilə xoşbəxt olmaq istədiyi, Allahı razı salmaq. Ev, Allahı razı salan yer olmalıdır. Allaha qarşı gəlinən yer yox, üsyan edilən yer yox, günahlar edilən ev yox. Rahatçılıq evi axtaran, xoşbəxtçilik evi axtaran, göz bəbəyini sevindirəcək, hallar görmək istəyən, çölün çətinliyindən, əziyyətindən, sıxıntısından səkinət tapmağa, sükunət tapmağa, rahatlıq tapmağa, qayıtdıqda göz bəbəyini sevindirəcəyi bir ev görmək istəyirsə, o evi Allahı razı salacaq evlərdən etsin, qardaşlarım. Yoxsa başqa cür mümkün deyil. Başqa cür mümkün deyil. Allahdan istəyirəm ki, qardaşlarım, evlərimizi islah etsin. Gözəl bir halda bizim üçün Allahı razı salacaq evlərdən etsin. Bizi evlərimizdə xeyirlərə müvəffəq etsin. Evlərimizi rəhmət, bərəkət və sevgi evlərinə çevirsin. Yenə də qardaşım üçün, Zaur qardaşıma xoşbəxtçiliyi arzu edirəm. Allah Azza və Cəllə xoşbəxt etsin. Onların göz bəbəyini sevindirəcək, xeyirli, salih övladlar versin. Hər iki ailəni təbrik edirəm, qardaşlarımı təbrik edirəm. Belə bir məclisdə Allahı və Rasulunun şəriyyətinə, dininə uyğun olan bir məclisdə olduqları üçün. Çünki vallahi bu neymətdir. Elhamdülillahi Rabbil aləmin. Sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin.